Bu kadrlar hamısı sizin üçündür ki, hamısı videomuz gözəl alınsın. Qəşəng bir video çıxardaq ortaya Allahın köməkliyi ilə. Loni! Necəsən Loni? Salam əziz dostlar. Neçə vaxtdır məndən təbii ki, moped videosu gözləyirdiniz. Mən də sənəd-sünəd məsələlərimi falan həll elədim. Dedim, rahatçılıq olsun, hava biraz düzəlsin, sizin üçün bu qəşəng videonu çəkim. İlk öncə təəssüratlarımı bölüşmək istəyirəm ki, təəssüratlarım möhtəşəmdir. Loni'dəki itim xüsusən öyrəşib, necə öyrəşibsə, düşməyi də istəmir. Pastayanlı, belə deyim də, elə mopedin örtüyünü açan kimi Loni qaçır içindəki getdiyi gəzməyə. Neysə ki, bilirəm ki, bir çoxunuza nüanslar maraqlıdır. Bu nüansları sizlə bölüşüm ki, kitabçasında belə deyim ki, yazılmışdı ki, 160 kilometr yol qət edilə bilərsən. Hansı ki, normalda mopedlər 50, 60, 70 kilometr gedirlər. Orada da böyük bir qiymət fərqi var idi həqiqətən sözün əsl mənasında. Nəyə görə? Çünki batareya lityum batareykadır. Lityum söhbətləri var idi. Hansı ki, orada misal üçün belə deyim də, moped 72 voltla işləyir və 72 voltdan əlavə olaraq orada AH, amperajı var batareykanın. Deməli, var idi 20-dən tutmuş 70-ə kimi. Mən ən yüksək olanını əldə elədim ki, 50-60 kilometr probeg yox, çox adam range deyir. Yol qət eləmək məsafəsi aldım 160 kilometrlik. Bu 160 kilometr nədir? Bu 160 kilometr yol səthi tamamilə hamar, düz asfaltda sürməlisən və eniş yoxuşlar olmamalıdır, küləkli şərait olmamalıdır. Nəysə ki, hava şəraiti hamısı hesablanır. Yekunda bu nəticəyə gəlirəm ki, hardasa 140-150 kilometr rahat bu şəraitdə sürmək olur. Nəticə etibarı ilə mən həqiqətən də çox sevinirəm ki, düzgün qərar verib lityum batareykanın 70 AH olanını aldım. Çünki həqiqətən də mən Fatmayda qala-qala 50 kilometrdən şəhərə gedib orada gəzinti eləyib biraz geri qayıdıb çata bilməzdim evə. Tokla işlədiyi üçün də heç bir yerdə zərərətkiyə qoya bilməzsən. Çünki 9 saat, 8 saat enerji toplamalıdır batareykası. Ona görə də düşünürəm ki, həqiqətən də düzgün seçim elədim. Hər nəysə, mən mopedi deməli sizə deyim ki, əldə eləmişdim noyabr ayında. Noyabr ayında sifariş verdim, dostum gedirdi Çinə. Onunla bir yerdə danışdıq, məsləhətləşdik. Getdi Çindən, həmin modeli seçmişdim orada bir saytdan. Ona göstərdim ki, bu modeli istəyirəm, filan feşməkan. O da getdi, deməli, həmin mopedi əldə elədi oradan, mənim üçün göndərdi. Sadəcə olaraq təəssüflər olsun ki, belə deyək, mən çünki bu mopedi seçmişdim ona görə ki, A kateqoriyası tələb eləmirdi. Əlavə olaraq nömrə, qeydiyyata ehtiyac yox idi, rahat şəkildə idarə eləmək üçün. Hər nəysə ki, dövlət belə qanun çıxardı, dekabr ayından bildirdilər ki, 3 ay ərzində qüvvəyə minəcək, çox güman ki, marta filan. Ona görə mən də gördüm ki, artıq almışıq və bu, belə deyək, kateqoriyasını əldə eləmək lazımdır, qeydiyyata salmaq lazımdır. Ona görə də getdim, kursa yazıldım, avtoşkolaya yazıldım ki, elə moped gələnə qədər gəlsin, ondan sonra gedim imtahan verim, A kateqoriyasını əldə eləyim və gördüyünüz kimi, gəl göstərək, gördüyünüz kimi qeydiyyata saldıq, elədik, hər bir şey artıq qanun çərçivəsindədir, rahat şəkildə harda istəsək sürə bilərik, heç bir problem yoxdur. Belə deyək, görənlər hamısının sizə, belə deyək də, təəssüratlarını bölüşüm sizlə ki, svetoforda dayandığın anda, 5 maşın dayanıbsa, 4'ü ən azından şüşəni salır aşağı, əla işarəsi göstərir. Deyirlər ki, nə yaxşı ki, bizdə də belə mopedlər var, sürülür. Nəysə, bundan sonra sizi digər nüanslarla tanış eləmək istəyirəm. Gəlin göstərim. Deməli, bizdə burada 3 hərəkət surəti var. Başlayırsan birdən, əgər istəyirsənsə, misal üçün ki, 60-70 bu aralıqda getsin, birlə rahat şəkildə getmək olur. Biraz 70-i keçsin, ikinci surətə atmaq olur. Artıq 85-90 ilə idarə etmək üçün rahat şəkildə 3'ə basıb, gedə-gedə fərqi yoxdur, yerində rahat şəkildə keçirdə bilirsən. Burada sürətlər qutusu deyil də, belə deyək, sadəcə olaraq bir dənə təkərdir, elektron təkərdir, və onun tənzimləyir. Nəysə ki, İşıqlardan bizdə yaxın və uzaq işıqlar mövcuddur, LED mövcuddur. Əlavə olaraq burada əldə, belə deyək, əl torumuzu deyirlər, ruçnoyu mövcuddur.
dartdın, rahat şəkildə saxladın və salam. Əlavə olaraq onu bildirim ki, bu baqaj üzərində deyil idi mopedin. Mən içində əldə eləyəndə sadəcə bu arxadakı baqaj hissəsi var idi, bu yox idi. Bunu orada təxminən Çin pulu ilə 50 yuanə, təxminən $7 civarında əldə elədim. Bu həqiqətən də çox qəşəng yaraşır, çox gözəl də, yəni belə deyək, bir-birini tamamlayırlar deyərdim. Əlavə olaraq mənim arxamda da oturmağa yeri var. Burada da ayaqları qoymaq üçün, hansı ki ayaqları rahat şəkildə arxada oturan şəxs həm solda, həm sağda var. Burada ayağı qoyub rahat şəkildə oturub gedə bilirsən. Burada isə bizim batareya yerimiz mövcuddur. Deməli biz buradan açarı salandan sonra geriyə çeviririk və yük yeri, belə deyək, batareyka yeri rahat şəkildə açılır. Burada isə baxın, batareyası mövcuddur və zavod istehsalı olaraq burada avtomat yerləşdirilib. Məsəl üçün idarə olunmasını istəmirsinizsə bir müddət avtomatdan söndürürsünüz, rahat şəkildə gedirsiniz. Ehtiyac qalmır artıq əlavə heç nə eləməyə, artıq mopeddə tok olmur. Təbii olaraq moped, motosiklet, belə bir nəqliyyat vasitəsi sürürsənsə, sənin indiki dövrdə kameraların mütləqdir ki, ondan qəşəng, ürəyin istəyən kadrlar ala biləsən. Ona görə də yenicə açılışını etdiyimiz, qutu açılışını etdiyimiz DJI Osmo Nano-nu yerləşdirmişəm bura, tutqacı burada var. Əlavə olaraq bir dənə GoPro yerləşdirmişəm bura. Bir dənə də Insta360 X3 varımızdır. Düzdür, X5 olmasa da, ən yeni modeli olmasa da qəşəng kadrlar götürmək olur. Ətrafı rahat şəkildə çəkir. Onu istədikdə arxaya da fırlayıb, belə deyək, turba ilədir. Onu beləcə fırlayıb arxadan da kadr götürmək olar istədiyimiz təqdirdə. Düşünürəm ki, bura qədər bir də ki, bilmirəm kadrlarda bu fara bulanlıq görsənir yoxsa. Bunun üstündə plyonka var, belə deyək. Onu hələ sökməmişəm. Hələ ki, deyirəm, test mərhələsində qoyun qalsın. Nəysə, düşünürəm qəşəng minək və sizə sürüşdən gözəl kadrlar çəkək, göstərək. Getdi Luni. Çəkilişimizi sizin üçün edirik. Necədir? Kadrlar hamısı sizin üçündür ki, hamısı videomuz gözəl alınsın. Qəşəng bir video çıxardaq ortaya Allahın köməkliyi ilə. Onu da bildirim ki, elektromotorumuz 1200 wattdır. Bu da təxminən 1,6-2 at gücünə bərabərdir. Məni tamamilə yüksək səviyyədə qane edir. Nəyə görə? Çünki lülka və it və əlavə olaraq yanımda bir şəxslə belə məni tamamilə qane edir və rahat şəkildə sürət yığa da bilir, rahat şəkildə belə deyək, bizi geriyə çatdıra da bilir. Bunu vurğulayım, bilmirəm, yadımda deyil, bu sözü dedim yoxsa yox. Deməli, mən 80 kilo, dostum, o da təxminən 80 kilo və əlavə olaraq Luni ilə biz birlikdə evdən Fatmayidən çıxdıq, getdik 28 Sahil, Azneft, Dəniz Mol, Xətai metrosu, oradan da qayıtdıq, gəldik Fatmayiyə, yəni tamamilə bizi gördü. Ondan sonra bir dəfə də 2 gün dalbadal çıxdıq və zərətliyə qoymamışdım. Loredeldə desək, 108 kilometr, 109 kilometr bu qədər yüklə bizi aparıb. Yəni, bu da ki, çox gözəl göstəricidir sözün əsl mənasında. Hər nəysə, mən düşünürəm ki, bu videoda mən sizə ətraflı hər bir şeyi, belə deyək, izah elədim, məlumat verdim.
Düşünürəm ki, bundan əlavə də nəsə suallarınız olsa, rəylərdə mütləq şəkildə bildirin. Məlumat verməyə maksimum dərəcədə çalışacağam. Təxminən qiymətini soruşanlar üçün isə onu bildirmək istəyirəm ki, 4000-nin üzərinə gəldi, çıxdı qeydiyyatla filan. Yəni ki, özünüzə belə bir şey əldə etmək istəsəz. Bu arada bir də ki, yəni ümumiyyətlə bu mopedin özünü belə əldə eləmək istəsəz, mənlə mütləq şəkildə əlaqə saxlaya bilərsiniz. Düşünürəm ki, bura qədər gələn görüşlərədək mütləq şəkildə rəylərinizi gözləyəcəm. Bəyənib abunə olmağı unutmayın. Sağ olun. O ne?